birinci kələmlə demişəm. Arzu özü istəyi, yəni bir-birimizi istəməyimizi, yəni müzakirə eləmişik öz aramızda da, yəni bu heç bir mane, yəni ayrılmaz. Yəni mən onu demişdim və yenə də təkrarlayıram. Gecə saat 2-də aptekə getmişəm. Allah bəlanı verər səni. Gecə saat 2 deməmişəm. 3 deməmişəm, sən də ondan aptekə Arzu getmişəm. sakit danış biraz. Buyur Günayiş. Davasız, şavasız bir insan kimi danışaq. Təbii ki, hər birinizin həyatında bir insan var. Aygün xanım onun həyat yoldaşıdır. Manəçilik deməyə də insanın içi. Bitti mi hər şey? Yəni doğrudan içinizdə bitdiyini hiss elədiniz də Bəli. ki, yəni bizim bir-birimizə olan sevgimiz bitdi. Bəli, yəni Bəs süründə dağda. Bilmirəm, sən bax. Bir Allah bilir, Allah'la özgə heç kim yoxdur. Bir Allah Eşidəsiniz xanım. Ay gün mən Ancaq müdaxilə, ancaq Ay müdaxilə. xanım, Olmaz ay belə. xanım. o insan Sizin xatir. həyatda çatdırdı ki, daha bir yerdən sözlər bir-birinizə deyir. Ona görə. Zahir müəllim, getdi rayona. Ver, Aslan bir dənə ver. Bir dənə ver də bu. İnsanların qarşısına çıxmaq, görünmək kimi. Bilirəm bir səbəbin var. Onu birazdan biz biləcəyik, burada eşidəcəyik. Hər kəs də eşidəcək. Niyə gəlmisiniz? Nə səbəbə gəlmisiniz? Rəsmi evləndiniz? Heç vaxt. O da bir kişiliyə yaraşır. Aslanım bu heç vaxtlarda o qədər eşitmişlər. Hətta Zahir müəllim, mən demişəm söz Bu əl ölənə qədər ayrılmaz. Aslan heç vaxt Bizi ayıran. Dediyini axıra qədər, o dediyini axıra qədər eləyir. heç vaxt demə. Bilmək olmaz. Qızı buraxan kişilərin üzünə tüpürəcəm. Bir kişinin qızı mənəm. Mənəm. Bir kişinin qızıyam. Humay. Bir kişinin kızıyım. Bir geyrekli kızım. Tohu da çatmasın emelimi bırak ha.